Kimra, mən də paltara necə alım pul yoxdursa? Sevgilimə zəng elə. Nə qədər pul atdıra bilsən, eyni məbləği mən sənə verirəm. Sevgilin var? Var. Ən son sənə nə qədər pul atıb? 200 mark. Bu dəqiqə sevgilə zəng edəcəksən, amma video olduğunu deyə bilmərsən. Nə qədər pul atdıra bilsən, eyni məbləği mən sənə verirəm. Güvənirsən sevgilə, pul atacaq sənə? Hə, niyə atmır ki? Onda zəng elə. Nə qədər pul atdıra bilsən, eyni məbləği mən sənə verirəm. Onda zəng elə. Ay Kamran, neynirsən? Sən nə işin? Heç nə, qızlarla paltar almağa gedəcəm. Aha. Kartıma 100 manat ata bilərsən, pulum qutarıb. İndi? Hə. İndi yalan deyirəm. Çünki yanımda terminal falan yoxdur. Bir 40 dəqiqə falan bəlkə attım olar elə. Mən indi istəyirəm axı. İndi gedirəm. Yoxdur deyirəm yanımda. Ay Kamran, mən də paltara necə alım pul yoxdursa? Ben yeni paltar alırsın. Sen deyirəm ki yoxdur indi. Gözləyirsənsə 40 dəqiqə gözlə. Yaxşı. Tamam. Davay. Güvəndiyim dağlara qar yağdı. Neynəsən də ayrılacaqsa, ha? %99% hə. Eybi yox, sevgilin pul atmasa da məndən bir qədər pul qazandın. Pul içkisini içib sakitləşərsən, buyur. Ən son nə qədər pul atmışdı? 200. İndi 100 manatma pul yoxdur, hə? Əslində iş vaxtı olur, çox vaxt. Ona görə üstündə kart da olmur işlə əlaqədar. Eybi yox, sevgilin pul atmasa da məndən bir qədər pul içkisini qazandın. Amma qazansaydın eyni məbləği mən sənə verəcəkdim və bir sumka pul verəcəkdim. Eybi yox, çox sağ ol. Sağ olun.